Salam dəyərli abituriyentlər. Sonuncu dəyər nəşrlənən sınaq imtahanının mətnlərinin cavablarını izah edəcəm. Deməli, sınaq 5, 11-ci sinif. Yəni ən son keçirilən sınaq imtahanının qrammatika suallarını yerləşdirmişdim. İndi isə mətnləri yerləşdirirəm. Əslində bunu dünən axşam yerləşdirəcəkdim. Çox üzrlü səbəbdən bir alınmadı. İndi isə rahat izləyə bilərsiniz. Deməli, vaxt itirmədən birbaşa cavablara keçək. Bu mətni yəqin ki, şagirdlərimiz diqqətlə oxuyub. 41-ci sualda C variantı olacaq. Birinci ümidsizliyi var idi. Sonra onu gəlib xilas etdi. Kvazimoda. Sonra o kilsənin içərisində bir növ sığınacaq tapdı və ən sonda isə Qozbelin səssiz mərhəməti. Hətta ondan qorxmuşdu sonda. 1, 3, 2, 4 C variantı. 42-ci sualda yazmışdı ki, hansı fikir səhvdir? B variantını yazıb ki, o kilsədə daha heç bir qorxu hissi keçirmədi, amma onu xilas edən adamı görəndə qorxu hissi keçirmişdi. Ona görə B variantı. 43-də mətnin ideyasına uyğun gələn birincisi biri götürə bilərik, vicdanlı bir insan tərəfindən dayandırıla bilər, yəni bu ədalətsizliyi o Kvazimodo tərəfindən. Bir də 3, həqiqi mərhəmət təmənnasız və səssiz şəkildə göstərilir. O kişi sakitcə bir anda gəlib onu xilas elədi. 1, 3, burada B variantı. 43-də B variantı. 44-də hansı suala cavab tapmaq mümkün deyil. Deyir, Esmeralda demişdi ki, sən günahsızsan, amma günahsız olduğunu hardan bildi, onu bilmədik. 44-də B. 45-də üzərində rəqəm yazılmış sözlərin mətndəkindən fərqli mənada işləndiyi cümlələri müəyyənləşdirin. Deməli, burada diqqət eləsək, bir dənə rəqəmlərə baxaq. Burada qələm uşağın əlindən sürüşüb yerə düşdü. Oraya diqqət eləsək, oradakı düşdüyü həqiqi mənadadır. Amma mətndəkinə fikir versək, birinci çuxura düşmüş gözləri. Çuxura düşmüş gözlər isə məcazidir, yerə düşmək isə həqiqidir. Sonra orada diqqətlə baxaq, 4-cü cümləyə diqqət eləyək. Orada yazmışdı ki, bir dənə 4-cü cümlənin mətnindən tapın. Sizə uzaqdan baxsam, buradakı baxmaq həqiqi mənadır. Amma idarə heyəti başqa cür baxırdı, bu isə məcazidir. 1-4. 46-cı sualda insan xarici görünüşü onun daxili ələmini əks etdirir. Normalda bu fikir real həyatda əsasən özünü doğruldur, amma mətndə yanlış idi. Çünki Kvazimodo qorxunc olsa da, amma mərhəmətli idi. O deyir, əsas ürəyidir. Gəldi 47-yə. Mətndə nöqtələrin yerinə uyğun sözlər yazaraq cümləni davam etdirin. Deyir, yox, mən burada çox qalmamalıyam. Siz məni görməmək üçün və yaxud da məndən qorxduğunuz üçün gözlərinizi yumursunuz. Sizə uzaqdan baxsam daha yaxşı olar. Yəni, yəqin ki, qorxmaqla bağlı belə ifadələr yazsaq daha məntiqli olar. Sonra fakt var idi burada. Kvazimodo müqəddəs sığınacaq deyə bağırır və kilsə hüdudlarında olduğunu bildirir. Müddəa. Ümumiyyətlə bu müddəa fakt 11-lərdə həmişə bir dənə sual düşür. Diqqətli olmaq lazımdır. Yəni müddəa bir fikir ilə sürürük. İndi baxaq burada. Kvazimodo müqəddəs sığınacaq deyə qışqırmışdı. Çünki məhkum kilsənin hüdudları daxilində azad idi. Kilsə ən toxunulmaz yer hesab olunurdu. Bunu yazmaq olar. 50-ci sualda çərçivə içərisində verilmiş cümlənin mətnin üslubuna uyğun qız qeyri-ixtiyari gözlərini yumdu. Yaza bilərik ki, qız qorxusundan tovşan kimi tir titrəyərək gözlərini yumdu. Və yaxud da qorxusundan sarısını udaraq gözlərini yumdu. Bu tipli şeylər yazmaq olar. Yəni bu tipli cümlələr bədii üsluba uyğun. Keçək vaxt itirmədən qəzetin tarixi mətninə. Yenə də şagirdlərimiz yəqin ki, bunu diqqətlə oxuyublar. Başlayaq suallara. Deməli, mətnə əsasən aşağıdakı nəticələrdən hansını çıxarmaq olmaz? Bu məsələn dövlət idarəçiliyində o sənəd məsələsində fərman sərəncamlarda informasiya yayımı, yəni rol oynamışdır. Zamanla məzmun forma baxımından da dəyişmişdi. Azərbaycan mətbuatı milli ideologiyanın formalaşması bu da var idi mətnin sonlarında. İlk qəzet təbii ki, lap qədim formada, indiki müasir qəzet formatında olmamışdı. Bir dənə B variantı uyğun gəlir. Düzdür, orada iqtisadi məsələlərdən danışılırdı. Amma digər variantlara diqqət eləyəndə elə bir dənə uyğun B variantı qalır. Biraz bu sualda elə bil ki, B variantı şübhəli kimi görsənir. Amma böyük ehtimal ki, B variantını götürəcəklər. 52-ci sualda ixtira olunmaq, yəni bir şeyi, olmayan bir şeyi ortaya çıxardırsan, kəşf etmək isə hazır bir şey qeyib tapırsan. Məsələn, mən gedib bir adanı kəşf edə bilərəm. Antarktidaya getsəm, məsələn deyirəm. Çünki əvvəldən də var idi. Amma ixtira, məsələn, velosiped ixtira olunur. Əvvəl yox idi, sonra ortaya çıxdı. Ona görə B-ni yaza bilərik. 53-də bu nəşrlər informasiya yayımının daha sistemli və geniş miqyaslı mərhələyə keçdiyini göstərirdi. Burada 6-cı və 7-ci abzasda buna aid eləmək olar. Biraz bu mətn suallarında, yəni bu ikinci mətndə biraz qəribə, yəni gəldi mənə suallar. Məsələn, 53-də C-ni götürmək düşünürəm ki, daha məntiqlidir. Çünki burada sistemli və geniş miqyaslı mərhələ dediyinə görə 6-cı abzasda
qəzetlərin ardıcıl, yəni sistemli şəkildə redaksiya olunması, rəsmi olaraq çap olunması, müxtəlif məsələlər olduğuna görə iqtisadi, beynəlxalq, siyasi, düşünürəm ki, C variantı daha məntiqlidir burada. 54-cü sualda plan başlığı ola bilməz. Mətndə 19-cu əsrdə yazmışdı, burada isə 20-ci əsr yazmışdı. Ona görə 2-ni götürə bilərik. Plan başlığı ola bilər. Azərbaycan mətbuatının təşəkkülü və rolu bu var idi. Qəzetin yaranması ilkin formaları o da var idi mətn giriş hissələrində. 2, 4, 6 B-ni götürə bilərik. 55-də də həmçinin bu sualda da bax D-Y variantında sanki biraz şübhəli məqamlar var. A, B, C, yəni birbaşa cavab çıxırdı buradan. Sualların hansına cavab vermək mümkün deyil. Amma D variantında milli şuurun formalasına rolu nə olmuşdu? Yəni nə olmuşdu deyəndə ondan sonra belə bir cümlədə var ki, milli ideologiyanın formalaşmasında rol oynadı. Ardıcıl qəzetlər, jurnallar nəşr olundu. Buna görə D-ni doğru götürsək, ilk qəzetlərin maliyyələşmə mənbələri nə idi? Burada maliyyələşmə mənbələri ilə bağlı bütün qəzetlər haqqında, yəni ilk qəzetlər haqqında belə bir məlumat yox idi. Amma bir dənə orada pulla bağlı yəni yazılmışdı. Yəni ki, qazetta, belə deyim də, İtaliyada ən kiçik pul vahidi qazetta idi. Xəbər vərəqələrini satıb, yəni belə çıxardırdılar pulunu. İlk qəzetlər dediyinə görə, cəm formada olduğuna görə hamısı haqqında belə ümumi məlumat yox idi deyə eyni daha doğru düşünürəm. Amma D-də də sanki belə deyim də, sualda bir natamamlıq var. Yəni bu D-Y variantı şübhəli kimi gəldi. Bu iki dənə sual biraz mənə qəribə gəldi mətndə. E daha məntiqli görsənir. 56-cı sualda 2-yə diqqət eləsək, qəzet müxtəlif tarixi mərhələlərdə fərqli formalarda inkişaf etmişdi. Bəli, bu var idi. Bax, yəni bunu seçə bilərik. Çünki orada hökmün əsaslandırılması, məsəl üçün, əvvəl nəyin üzərində yazılmışdı, sonra hansı formada vərəqlər çap olundu, əvvəl, məsəl üçün, hansı mövzularla bağlı müzakirələr gedirdi, hansı məsələlərdən söhbət gedirdi. Hamısı bir-bir mətndə var, əgər diqqət eləsəz. 57-də bu vasitələr cəmiyyətin ictimai şuurunun formalaşmasına təsir göstərir. Orada diqqət eləsək, lap girişə bir dənə baxaq. Girişdə yazıb ki, bu gün insanlara informasiya təmin edən qəzet, jurnal cəmiyyətin inkişafında rol oynayır. Girişə yaza bilərik bunu. 58-də yayılmaq, yəni bu həqiqi mənada fiziki olaraq stolun üstünə məsəl üçün nəyisə yaymaq. Bu cür götürə bilərik. Mətndəki yayılmış versiyanı məcazi götürüb, informativ olaraq, məsələn, xəmiri, hər hansısa bir şeyin stolun üstünə yayılması, bu ilə bağlı cümlələr yazmaq olar. Lövhələr burada həqiqi mənada idi. Bədii mənada, yəni poetik mənada təbiət lövhələri ilə bağlı hər hansı bir cümlə qurub yazmaq olar. Yerlərdə, burada diqqət eləsək, yerləri biz ictimai yerlərdə asır. Bunu informativ yazsaq həqiqi mənada. Amma yer kürəsi ilə bağlı coğrafi olaraq hər hansı bir cümlə, istənilən bir cümlə yazsaq, termin kimi rahat işlətmək olar. 59-da təsisçi burada, yəni bir şeyin rəhbəri, banisidir. Fərqli mənada, məsəl üçün, hər hansı bir tarixi şəxsiyyətin adını çəkib deyə bilərsiniz ki, bu ölkənin, məsəl üçün, rəhbəri, banisidir. Belə bir cümlə yazmaq olar. Nəticə, Azərbaycan müsəlman şərqində publistika sahəsində birinciliyə imza atdı. Bunu bir dənə baxaq. Yazıb. Mətnin 8-9-cu abzaslarında bundan söhbət gedirdi. Bir dənə cümləyə baxın. Deyir, qəzetin Azərbaycan müsəlman şərqində publistika sahəsində birinciliyə imza atdı. Qoy, o cümləni bir dənə tapın. Ondan əvvəl yaza bilərik ki, Azərbaycanda ilk milli mətbuat orqanı əsası qoyuldu və bu ilə də birinciliyə imza atdı. Venesiya xəbərləri vərəqələri çox ucuz idi və bir qazetaya satılırdı. O cümləni də tapaq. Bax, çox kiçik idi. Ən kiçik pul vahidi qazetta idi. Xəbər vərəqələrin bir nüsxəsini bir qazetaya almaq mümkün idi. Belə bir şey yazmaq olar. Sonra tezliklə bu vərəqələri də belə adlandırmağa başladılar. Bu cümləni yazsaq daha məntiqli olar. Bir qazetaya satılır və tezliklə də bu vərəqələri də belə adlandırmağa başladılar. Amma bunlar sadəcə olaraq təsadüfi və qeyri-müntəzəm xəbər vərəqələri idi. O tezliklə olan cümləni yazsaq daha məntiqli olar. Belə, sürətli şəkildə hamısını izah eləməyə çalışdım. İnşallah ki, gözdən qaçan bir şey olmadı. Hər hansı bir təklif iradlarınız varsa, yenə şərh bölməsində qeyd edə bilərsiniz. Əgər video faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İnşallah digər, yəni aylarda da olan sınaqların hamısını, istər 9, istər 11, hamısının videosunu izah edib yerləşdirəcəm. Təşəkkür edirəm.